Hər kəsə salam və kanalıma xoş gəlmisiniz. Sizi kanalımda görməyə çox şadam. Bugün bizdə bayramdır və hər birinizi təbrik eləmək istəyirəm. İlimiz uğurlu, düşərli və bol-bol şanslı olsun. Bütün arzularımız inşallah ki həyata keçsin və ən əsası hər birimizə can sağlığı arzulayıram. Yeni vloguma xoş gəlmisiniz. Şirniyyatı necə hazırlamışdım sizə göstərdim, amma necə alındı onu göstərməmişdim. Ona görə indi sizə göstərəcəm. Gözəl qablarımı çıxartdım, hansı ki ancaq qonaqlar gələndə işlədirəm. Çıxartdım və bunların içinə çərəz və şirniyyatlarımı qoyacağam. Bu qabın içinə qoyduğum şirniyyatlar bəzək üçün olacaq. Üstünü paketlə bağlayacağım ki qurumasın və üstünə toz oturmasın. Amma mətbəxə, stolun üstünə qoyacağım bir tarelkaya şirniyyatları ki uşaqlar istəyəndə oradan götürə bilsinlər. Səliqəli və gözəl alınan şirniyyatları yığmışam bu qabın içinə və səliqəli düzürəm. Amma hansı ki əyri-üyrü alındı şirniyyatları, onları qoyacağam mətbəxə ki biz özümüz çayla içək. Mənə elə gəlir ki bunu hamı eləyir. Eybəcər şirniyyatları özləri yeyirlər, amma qəşəngini saxlayırlar qonaq üçün. Mən də qonaqlar üçün qəşəng səliqəli şirniyyatları saxladım. Çünki bizə inşallah ki bu bayramda qonaqlar gələcəklər və onlar üçün şirniyyatları stola qoya bilim deyə qoymuşam qırağa. Qoğalımız demək olar ki artıq bitdi. Yalnız bu qabın içində qalmışdı. Məndən naçinka qaldı və bəlkə görək əgər həvəs tapsam yenə də hazırlayacağam. Çünki uşaqların çox xoşuna gəldi. Yəqin ki bu bayram günlərdə yox, məktəb başlayanda hazırlayacağam ki onlar məktəbə apara bilsinlər. Amma söz vermirəm, bilmirəm özümdə güc tapacağam təzədən şirniyyat hazırlamağa yoxsa yox. Əslində elə də çətin deyil, amma ki bir həvəs lazımdır ki başlayasan, ondan sonra tez-tez gedir öz-özündən. Şirniyyatı açdım ki sizə göstərim necə alındı məndə. Qoğal çox qəşəng alındı. Hamı soruşur. Şəkər bura baxlava o qədər soruşan yoxdur. Əsas qoğalı soruşurlar ki necə oldu? Yumşaqdır, bərkdir. Çox yumşaqdır. Lay sayılır da deyəsi bu. Çoxdur qatlar. Çoxdur, yumşaqdır, pambıq kimi çox qəşəng alındı. Uşaqlar demək olar ki, 70% qoğalı yedilər. Baxlavanı yeyən yoxdur. Şəkər buranı baxıram ki, onu da çox zəif yeyirlər, amma qoğalı çox qəşəng yedilər. Məndə içlik qaldı, görüm də. Əgər həvəs olsa, uşaqlar əgər istəsələr, bir gün yenə hazırlayacağam. Belə, bu da mənim şirniyyatlarım. Bura qoydum, üstünə paketlə bağlayacağam ki, qurumasın. Belə. Yumurtaları pişirdim, rənglədim. Evdə rənglər var idi, belə qəşəng rənglədim. Axşam uşaqlar döyüşəcəklər. Belə qoyum hələlik bura. Şamları da qoymadım. Buna baxın. Axırıncı çərşənbədə şamları yandırmışdıq və görürsüz, yaxşı ki uşaqlar yanında durmuşdular və gördülər artıq tarelka yanmağa başlayırdı. Bu plasmasdır. Hər il bura qoyurduq şamları və neçə ildir mən bu tarelkanı istifadə eləyirdim. Bu şam üçün idi. İndi bugün istifadə eləyəcəm və ondan sonra bunu atacağam. Belə. Mimoza hazırlayacağım indi bu qabdan. Belə bir qab götürdüm və burada düzəldəcəm. Burada deməli məndə görürsüz də, burada kökdür, yumurta, kartoşka, burada filedir, qalanski pendir və mayonez. Mayonezi belə mişokun içinə tökmüşəm ki, belə daha rahatdır. Çünki məndə mayonez bankada olmuşdu. Bunu istifadə eləyəcəm. Ümid edirəm ki, bu mənə bəs eləyəcək. Və duz qoyum stolun üstünə ki, hər bir layı duzlayım, unutmayım deyə. Yəqin ki, bütün ərzaqları hazır eləmişəm. İnşallah ki, heç bir şey unutmadım və salatı yığmağa başlayayım. Əvvəllər hansısa bir bayramda xeyli yeməklər hazırlayırdım. 3-4 vid salat eləyirdim. Bir neçə cür isti yeməklərdən hazırlayırdım, amma axır vaxtları artıq daha belə eləmirəm. Həm israfçılıqdır, həm də ki bu qədər yorğunçuluq olur axırda. Həm də ki bu qədər heç yeyilmir, yalandan pişirirsən, süfrəyə düzürsən və axırda soyuducunun içini doldurursan və həftələrlə yeyirsən və bu yeməyi bitirə bilmirsən. Axırda bezirsən ya da ki bəzi salatlar xarab olur.
atırsan. Bu böyük bir israfçılıqdır və ona görə axırı vaxtları mən belə eləmirəm. Axşamdan ailə ilə birlikdə otururuq, fikirləşirik sabah nə hazırlayacağıq. Uşaqlar salat seçirlər, isti yeməklər seçirlər və ondan sonra başlayıram hazırlamağa. Axırı vaxtları tez-tez stolichni salat hazırlayıram və bu dəfə dedim ki, gəlin stolichni salat eləməyək, mimoza hazırlayaq. Bu stolichni salatı nə qədər istəyirsən ye, bütün bayramlarda bişir və o həmişə bizim evimizdə sevilir. Yəqin ki, sizdə də belədir. Çünki kimə deyirəm, hamı deyir ki, bizim evimizdə də eyni şeydir. Amma bu dəfə bişirmədim. Dedim bayramdan sonra, yəni bu salatı yeyək qutaraq. Onsuz da bayram günlər hələ bitmir. Hardasa 12-13 gün biz evdə olacağıq və həmən günlərin ərzində bir gün bişirib yeyərik. İsti yeməklərdən isə bizim ataşqamız bizə kebab hazırlayacaq və mütləq aş olmalıdır. Bu dəfə mətbəxdə o qədər də işləməmişdim və günün sonunda yorğun değildim. Adətən hansısa bir bayram olur, ya kiminsə ad günü olur, səhərdən, daha doğrusu bir gün qabaq axşamdan başlayırsan bişirməyə, səhərsi günü də yenə bişirirsən, həm evi səliqəyə salırsan və axşam bayram başlayan zaman sən yorğun olursan, süfrədə güc bəla ilə oturursan. Bu dəfə məndə belə olmadı, o qədər də yemək hazırlamadım, tez bazar hazırladım bu salatı, aşı və salam, ondan sonra mən boş idim. Uşaq plovu hazırlayacağam. Axır vaxtları ancaq bu plovdan hazırlayıram. Çünki bizim evdə hamı belə bəyənir və buna xüsusən bir qab lazımdır ki, elə də yekə yox, hündür olsun. Amma məndə təəssüf ki, belə bir qab yoxdur. Amma mütləq bu yaxınlardan gedib baxım, özümə belə bir qab tapım və alım. Çünki axır vaxtları ancaq belə bir plov hazırlayıram. Bu qabda heç rahat olmur. Kəsəndə bütün içi dağılır və səliqəsiz görsənir. Həm də ki, bunun altına gərək lap yekə bir qab olsun. Məndə də bundan biraz yekə qab var, amma doğrayanda yenə də onun içindən hər şey dağılır, tökülür. Mütləq özümə belə bir qab alacağam şax plovu üçün. Siz də rəylərdə yazın nələr hazırlamısınız, nə bişirmisiniz. Bəlkə mənim üçün bir ideya olar. Onsuz da bir həftə yox, daha doğrusu 2 həftə biz evdə olacağıq və ailəmi nə-nəsə yedizdirməliyəm. Yazarsınız rəylərdə nə hazırlamısınız, bəlkə mən oradan bir şey seçərəm və mən də hazırlayaram. Bu arada mən çikan da bişirmişdim. Mənə bir xanım yazmışdı ki, sən ləzgisən, bəs niyə çikan hazırlamırsan? Əlbəttə ki, hazırlayıram. Sadəcə olaraq bircə də
dəfə olsun ki, mən onu sizə heç göstərməmişəm. Bilmirəm niyə. Gah telefonumda zaryadka olmur, gah mən kimləsə danışıram və həmişə telefon məşğul olur deyə mən bu piroqu hazırlayanda hər dəfə nəsə olur və ona görə sizə göstərmirəm. Bu dəfə də belə oldu. Mən telefonla danışırdım və piroqumu yığdım, duxovkaya göndərdim. Sonra isə yadıma düşdü ki, axı mən sizə onu göstərmədim. Bu bayram günlərdə mütləq hazırlayanda inşallah ki, unutmasam sizə göstərəcəm. Amma süfrəyə də qoymuşdum. Bizim evdə o piroqu hamı xoşlayır, istəyir belə soyuq halda, istəyir isti vəziyyətdə, çox qəşəng dadlı olur. Uşaqlar misal üçün isti istəyəndə götürürlər mikrovolnovkaya qoyurlar bircə dəqiqəlik və elə bil ki, bu dəqiqə duxovkadan çıxıb. Başın qarasını filedən hazırlamışdım, çünki məndə uşaqlar tikə ət xoşlamırlar və əsl qara hazırlayanda həmişə içinə seçirlər, soğanı seçirlər, ətini qırağa qoyurlar və əlbəttə ki, mən heç belə xoşlamıram eləyəndə. Axır vaxtları fikir verdim ki, uşaqlar ancaq toyuq ətindən qəşəng yeyirlər deyə, onda məcbur oldum filə ilə elədim bunu. Yeməklərimiz artıq hazır oldu. Qızlar mənə kömək eləyirlər süfrəni bəzəməyə. Hər il olduğu kimi bu bayramı da biz ailəvi keçirtdik. Hər bir evimizdə həmişə bərəkət olsun. Təkcə süfrəmizdə yox, ürəklərdə də. Bu süfrə arxasında həmişə mehriban, səmimi və doğma ailə toplaşsın. Fərqi yoxdur ki, hansı yeməkləri pişirmisiniz. Sadə bir yeməkdir ya da ki, hansısa bir bahalı bir yeməkdir. Əsas odur ki, bu süfrənin arxasında ancaq gülüş, isti baxışlar və sevgi olsun. İnşallah ki, hər bir ailə birlikdə və ürək rahatlığı ilə qarşılasın. Hər bir evimizdə həmişə gülüş səslənsin və ürəklərimiz isə bir olsun. Hər bir insan üçün ən böyük var-dövlət xoşbəxt ailədir. Fikir vermisiniz, hər bir xanım özünə qarşı bir istilik istəyir, bir qayğı istəyir, həm uşaqlar tərəfindən, həm yoldaşı tərəfindən. Amma arada unudur ki, bu istiliyi bu özü yaradır. Misal üçün, evin içində bayram abu-havası hər şey qadından asılıdır. Əgər həmən qadın bu istiliyi ötürə bilirsə, bayramı özü eləyə bilirsə, əlbəttə ki, bunu uşaqlar da hiss eləyirlər və yoldaşı da. Biz analar bir süfrə arxasına toplayırıq ailəmizi, ürəkləri birləşdiririk və hər gün həqiqətən də isti eləyirik. Buna görə biz özümüzü qorumalıyıq və bizim qəlbi həmişə sakit və xoşbəxt olmalıdır ki, biz bu bayram abu-havanı ailəmizə ötürə bilək və onlar da hiss eləsin ki, həqiqətən də bugün bayramdır. Analarda olan enerji heç bir insanda belə bir enerji yoxdur və o həmən o enerjiyanı ötürür öz uşaqlarına, yoldaşına və onların əhvalı
dəyişilir həmən dəqiqə. Bilmirəm siz fikir vermisiniz ya yox, amma mən fikir verdim. Buna görə də mən hər birinizə can sağlığı arzulayıram. Özünüzü mütləq və mütləq qoruyun. Biz isə artıq yeməyimizi yedik, süfrəmizi yığışdırdıq, şamlarımızı yandıq, arzumuzu tutduq. İnşallah ki, arzumuz həyata keçər. Tonqalın qırağında toplaşdıq, soyuq əllərimizi isitdik, pis günlərimizi geridə qoyduq və tonqalın üstündən növbəti ilimizə inşallah uğurluqla başlayaq. Mən artıq sizinlə burada yavaş-yavaş sağollaşacağam, çünki mənim videom sonuna gəlib çatıb. Ümid edirəm ki, mənim videomu axıra kimi izlədiniz. Yeni izləyicilərdən xahişim var. Həmişəki kimi mənim kanalıma abunə olun, dəstək olun, rəy bölməsinə smailik saxlayın və like eləməyi unutmayın. Mən isə həmişəki kimi hər birinizə can sağlığı arzulayıram. Növbəti vloqda inşallah ki, yenidən görüşərik. Hələlik.